Qorxu romanlarından Stephen Kingin məsəl üçün kitabını analiz eləyəndə və yaxud da ki It filmini analiz eləyəndə və yaxud da ki Drakula vampir ədəbiyyatını danışanda orada dinlərin cəmiyyət üzərindəki yaratdığı qorxu, məfhumat, xurafat, hansı ki yenə də deyirəm, heç bir toplum inandığı şeyin onsuz da xurafat olduğunu demir. Yəni məsələn biz İslam'a xurafat başqa şeydir, İslam başqa şeydir deyiriksə, onsuz da yəni xristian da o dövrdə inanan insanlar da Drakula inanır. Drakulaya xurafat demirdilər, inanırdılar. Və deməli bunlardan danışanda, yəni bilirik ki, qorxu ədəbiyyatı bir xalqın təkamülünü izləmək olur, keçdiyi yolu, texnologiyanı, məsələn işığın kəşfi, elektrikin kəşfi çox önəmli idi. Nəyə görə? Çünki qorxu ədəbiyyatında işıq olmayanda kölgələrdən insanlar qorxurdular. Bizim özümüzdə uşaqlıq vaxtında kölgə oyunlarından gözümüzə nələrsə görünürdü və yaxud da xəstəliklər var idi. İnsanlar qan, məsəl üçün, vampir ədəbiyyatında çox önəmlidir. İnfeksiyon xəstəliklərin qanla keçdiyini düşünürdülər. Yəni bir toplumun alt mətnlərini oxuyanda qorxuların təkamülünü izləmək olur qorxu ədəbiyyatı ilə. Və qorxu filmlərində kifayət qədər var. Hansı ki bir çoxu da qorxu deyil əslində, çox qan filan olan səhnələr, iyrənc səhnələr olur, heç izləmək olmur. Və şərqdə qorxu filmləri kifayət qədər yoxdur. Bunun səbəbi birincisi şərqdə hələ də İslamın dominant olmasıdır. İslamın dominant olmasının əlaqəsi də odur ki, qadınlar məsəl üçün necə gedib aktrisalıq edir, necə filmə çəkiləcəkdir. Qadının bədəninin görünməsi cəmiyyətdə belə qadağandır, amma o bir filmə çəkiləcək. Bu qısıtlamadır, incəsənət qısıtlanır birbaşa. Kino da incəsənət sayıldığı üçün. Sadəcə yəni qorxu janrı yox, ümumilikdə yəni film sahəsi inkişaf eləmir. Və türklərə baxırıq. Türklərdə yəni çıxan filmlərdir. Mən Semumu və Musallatı sevirəm, izlədiyim filmlər arasından. Musallat 2019-da çəkilmişdi başrollarda. Murat Özçivit idi. Nə idi? Murat Özçivit idi. Semumdan da bəlkə nə vaxtsa danışaram. Dabbeni heç sevmirəm. Dabbe izləyə bilmirəm. Çox iyrənc gəlir. Musallatın mövzusu mənə çox orijinal gəlmişdi. Çünki şərqdə yəni vampir qorxusu yox idi. Şərqdə dini motivlərə əsaslandığı üçün cin motivi var. Cin də Quranda var olan bir şeydir. Yəni Quranda elə bir şey yoxdur, bu xurafatdır deyə bilmərik. Çünki Cin surəsi məsələn 1-2 ayələri var. Məsələn çox var cinlərlə bağlı. Mən cinlərdən və insanların şərrindən sənə sığınaram. Yəni cinlərin varlığından bəhs edilir. Cinlər gözə görünməyən insan cildində olan varlıqlardır. Bir çox təsvirlərdə var. İnsanları qorxutmaq üçün, cəzalandırmaq üçün də təsvir edilir. Amma bu filmdə Quranda keçmir, amma daha çox romantikləşdirilib və mənə xoşuma gələn hissəsi bu idi ki, burada musallat dediyimiz şey cinin qadına aşiq olmasıdır. Deməli, şərq toplumundakı dominant olan din İslam dini. İslam dinindən, Qurandan cini çıxartdı, xurafatı, yəni xurafat, dinlər xurafatdır, nə qədər ayırmağa çalışsaq da, Cəlil Məmmədquluzadə İslam dininə qarşı deyildi, o xurafata qarşı desək də, ikisi eyni şeydir, neynəsəz də eyni şeydir. Deməli, cin faktorunu necə işləyiblər bu filmdə? Biz görürük ki, Suat baş qəhrəman hansısa günahkarlıq psixologiyası yaşayır. Keçmişində hansısa qadına qarşı nəsə bir səhv hərəkət eləyibdi. Tam dəqiq bilmirik, amma zorakılıq elədiyi ehtimalı var. Və bu səbəbdən günahkarlıq hissi yaşayır. Amma o sevdiyi qızla evlənmək istəyir bir də. Daha doğrusu evlənirlər. Filmi çoxdan izləmişəm, elə 2009-da izləmişdim. Tam yadımda deyil, onlar evlənirdilər, evli olurlar eynən. Və Suat uzaqdadır, Almaniyadadır. O davamlı olaraq telefon danışıqları var. Telefon danışıqları kəsilir, səs gəlir. Anlaya bilmirik nələr olduğunu. Film çox ləng gedir və anlaya bilmirik. Nəsə hadisələr baş verir, milçək vızıltısı gəlir, nəsə qəribəliklər olur. Biz anlamırıq nə olduğunu. Biz əslində bu telefon danışıqlarını da filmin sonunda görürük. Filmdə bunlar evlənirlər.
Çox xoşbəxt cütlükdülər, bir-birlərini sevirlər. Qız artıq hamilədir. Danışandan sonra film yadıma düşdü. Qız hamilədir. Bunlar uşaq gözləyirlər. Telefon zəngləri gəlir, açırsan cavab verilmir. Biz bu səbəbini sonra görəcəyik filmdə. Və sən demə, cin hamamda, nəyə görə hamam özəlliklə seçilir? Çünki kinoda da bu vurğulanır, hamam məsələsi. Cinlərin daha nəm yerlərə, nəm və qaranlıq yerlərdə olduğunu deyirlər. Bu da hamam anlayışına uyğun gəlir. Hamamda bu qızı görür, toya hazırlaşanda və vurulur cin qıza. Cin Suatın bədəninə girir, onun bədənini ələ keçirir və əslində filmin sonunda anlayırıq ki, səhərdən gördüyümüz bir-birini sevən cütlük, o Suat, izlədiyim Suat əslində cin imiş. Çox möhtəşəm film idi. Yəni bu mənə Türkiyədə qorxu filmi yoxdur desələr, çox bilinməyən filmdir. Deyərdim ki, bu film məsləhət görərdim. Və bu da hardan bilinir əslində? Hər şey yolunda gedərkən qız doğuş zamanı yaxınlaşır və qız bəteyvət dünyaya gətirir ki, hansı ki, hər kəs onu görənlər, ebələr görürlər, qışqırırlar və insan onu, ebəsi o cin uşağını öldürür. Bundan sonra cin qəzəblənir, çünki cin öldürmüş olur bir insan. Cinin uşağı olur o qız. Və cin intiqam alır. O kəndi yerlə yeksan eləyir, yandırır insanların hamısını cəzalandırır qorxunç şəkildə. Çünki cinlərlə insanların savaşı başlayır. İlk savaşı da başladan insan olmuş olur. Yəni o uşağı öldürən, cinin uşağını öldürən insan eləmiş olur. Bu filmi oxuyanda mən belə oxumasını eləmişdim ki, Suat günahkarlıq psixologiyası yaşayır. Təbii ki, yəni qorxu filmlərində, modern qorxuda biz görürük ki, daha çox insanın daxilinə yönəlibdir. Yaşadığı günahkarlıq psixologiyası səbəbindən bilirik ki, İslamda da, o toplumda da qadın, lənətə gəlsin bu telefonu, qadın kişinin mülki olaraq sayılır. Kənd yerlərində özəlliklə də və günahkarlıq psixologiyası yaşadığı üçün də, başqa qadına zərər verdiyi üçün də böyük ehtimalla Suat düşünürdü ki, onun da mülkünə zərər verilsin. Yəni onun mülkü dediyim də onun qadınıdır. O ki, məhz başqa qadına zərər veribsə, bizim toplumda da var bu. Məsələn, özü çox eşq həyatı yaşayırsa, həmişə qorxur, öz qadınını o qədər qısıtlayır. Onun qorxusudur ki, o elə insan olduğu üçün düşünür ki, başqa bir kişi də onun arvadını yoldan çıxarda bilər. Yəni Suat o qorxunu yaşayıb bir növ ki, onun da mülkünü, onun arvadını kimsə yoldan çıxarda bilər və bu qorxu yaşanmış olur. Çünki cin onun arvadı ilə birlikdə yaşayır, onunla birlikdə olur, onların uşağı olur. Mən bu filmi belə oxumuşdum sözün düzü. Uşaq isə gələcəyi simvol eləyən bir şey idi. Yəni bir növ Suatın elədiyi günahdan dolayı günahkarlıq psixologiyası yaşayır və gələcəkdə cəzalanmaqdan qorxur. Uşaq da belə oxuma eləmişdim ki, onun gələcək qorxusudur günahları ilə bağlı. Film çox möhtəşəm idi. Yəni mən bu filmi 2009-da elə çıxdığı il izləmişdim və bəyənmişdim. Qorxu filmləri deyəndə yenə deyirəm, dabbe ağla gəlir. Mən heç sevmirəm və izləyə bilmirəm o filmi. Özəlliklə türklərin filmlərində, cin filmlərində vampir ədəbiyyatı necə ki, Qərbdə məşhur idi. Türklərdə də qorxu filmlərində cin motivi var. Sevdiyim, yəni çünki səmamda da bu var idi. Qurandan ayələr gətirir. Yəni sən onu artıq xurafat deyə bilmirsən. Məsələn, biz buna baxanda deyirik ki, bu insanların qorxusuydu. Cin deyilən bir şey yoxdur. Gözə görünməz. Xurafat dediyimiz şey gözə görünməz varlıqlardan qorxmaq. Allah özü də bu məntiqlə gözə görünməz bir şeydir. Xurafat Allah anlayışının özü. Çünki Allahdan qorxursan, yəni nəticə olaraq bir günah işləyəndə deyirsən ki, Allah mənə cəzalandıracaq. Yəni Allah özü də xurafatdır. Cin anlayışı özü də xurafatdır. Quranda var bu. Yəni Quranda ayələri gətirir ki, Quranda elə şey yoxdur deməyin. Ayələr oxunur ilk filmlərin bir çoxunda. Məsələn, Dabbedə də bu var hətta. Ayələri oxuyur, sonra başlayır hekayəni danışmaya. Yəni cin var idi, cinlə insanlar arasında savaş yox idi. İlk dəfə bu hekayədən sonra başladı. İlk dəfə bir insan cinə savaş açdı. Cin də onun qisasını, yəni insanlar cinə zərər vermədən cin insanlara zərər vermir. İlk dəfə insan gəldi, cinin övladını öldürdü və savaş başladı. Sevdiyi qadın da ölür, o qız da ölür bu arada və onları cəzalandırır. Çünki onun xüsusi gücləri var.
və Semun'da da məsəl üçün Qurandan ayələr gətirirdi. Bunu sevirəm. Şeylərdə də cin çıxarma, Anthony Hopkins'in var idi. Çox mənasız bir filmi var idi. Orada bir rahibi canlandırırdı. Cin çıxardırdı, insanların içinə girmiş cini çıxardırdı. Orada da cini İncilin ayələri ilə çıxardırdı. Burada da eyni ilə mübarizə necə aparır cinlərlə, muskalarla və yaxud da ki, Qurandan ayələr oxuyaraq qorunmağa çalışırlar. Xristianlar da eynisini eləyir. İncildə oxuyaraq Quran mübarizə aparırlar və yaxud da ki, Anthony Hopkins məsələn o filmə necə çəkilib mən bilmirəm. Xaçı ilə xaç göstərərək, yəni mübarizə aparırdı, dinlə mübarizə aparırdı, qorxularla. Yəni türklərdə qorxu filmlərini izləmək istəsəz, Musallat 2009-u mütləq ki məsləhət görərəm. Semun barədə video çəkəcəm bu arada.